Ay salam aleyküm, salam aleyküm, hoş gördük. Bak, bağ yerdi. Diyan bir dakika gözlə də bağ yerdi qardaş. Pramoy bağ yerində nə edirlər? Pramoy şapşapı ilə girirlər. Hörmətli izləyicilər, hamıya salam. Nə demək istəyirsən? Sağ ol, var ol. Hə. Həmçə sən gələsən. Hanım və çox deyirsən, kabab, mangal, nə bilim, samavar. Görün bura, gör mən haradayam. At yalında, at yalında. At yalına gəldik. Yol azıb. Mərdəkan, Buzovna. Oradan gəlib at yalına çəkilişə. Mən də burada öz bağ evimdə, qardaşımın bağ evində ağacları sulayıram. Hoş gəlmişsən qardaşım. Sağ ol, sağ ol. Allah sənin var eləsin. Hanı sən bə? Bəs mangal Mangalım deyə evin altında qardaşım. Mən başlayayım, sən başlayırsan. Yo, sən özün başla. Bir də armud ye oradan xahiş edirəm. Gəl. Gəl bir də armud yesin. Suya tərəf elə, əqqabımız adım hamısı şalvarın bulandı. Hörmətli izləyicilər, 6 sotun içində özünə tikilmə, şəxsi mülk. Bu qardaş dəvət elədi ki, çək satıram. 6 sotun içində 300 kvadrat, qiymət əladır, deyəcəm. Yəni elə 138 min aşağı yer olacaq. Deməli belə, giriş qapısıdır, kalitka qapı, qaz, su, işıq, hamısı var, kanalizasiyası mərkəzidir. 10 tonluq su ambarı, armud. Gəl bura. Həyətinə bax, meyvə ağaçları var, bax o armuddur. Bəs sizdə suladın? Bəs. Tamam, bir qardaşım. Allah sənin var eləsin. Ya. Bəlkə bu dəfə biraz sən danışasan. Var ol. Əziz izləyicilər, xoş gəlmişsiniz. Allah sizi var eləsin. Allah sizi qardaşlıqdan, dostluqdan əski eləməsin. Mənim qardaşım, operator, bir dənə təqdim elə evin altın qarajını. Qarajını təqdim elə. Bax, belə bir qəşəng, möhtəşəm qaraja təqdim elə evin altını. Bax, bu evin altı qarajdır. Evin altından o birisi tərəfə də girişi var. Çəkki ilə qəşəng. Operator, gəl bir anda çək. Bu qəşəng görsünlər hamısını. Evin altını. Bax, operator, bu betonu da çəkki ilə ki, bu beton sütunları görsünlər ki, bu atma sütunlardır hamısı. Çox gözəl, möhtəşəm. Paşlı bura 3 mərtəbə gedir də, 3 mərtəbə. 3 mərtəbə indi yuxarını gözəl. Bu evi altıdır, otaqlardır. Otaqlardır. Ora qaranlıqda ehtiyac yoxdur oranda. Elə belə çəkdin, bəs eləyir. Operator, gəl bir dənə zəhmət olmasa, evin böyrünü də çək. Evin böyrünü çək, hər tərəfə dairə. Buyur, buyur mənim qardaşım. Getdik. Bəs də. Gəl. Hörmətli izləyicilər, bax aşağı köməkçi hissəni görsünüz, pəncərələrdə var. Gəl bura. Evimizin arxası şkatur vurulubdur. Burada həyət üçün nəzərdə tutulmuş sanuzildir, hamamla tuvalet. Yəni ehtiyac yox çəkməyə. Gedək indi əsas giriş qapıya. Oradan da mən sizə evi təqdim edəcəm. Hörmətli izləyicilər, evimiz əşyalı satılır. İndi ola bilər, aparatura belə məişət avadanlıqları götürülsün. 50% qalacaqdır. Burada ehtiyatlı ol. Çox ehtiyatlı ol. Gəl. Evimizin fasadı, demə, ağlar daşla üzərilibdir. Yeniyək, qalxa. Həyətini tam çək. Həyətində bir 4 dənə maşın rahat saxlamağa imkan var. 6 sot sənədimiz tam mülkiyyət, paket kupçadır, evin də torpağında sənədi var. Yəni ipoteka deyək. Bir də ən əsası. Barterdə olunur. Yəni da zəng edib deməyin, ev yəni nə bilim, 80-cı illərin naməlum bir avtomobili var, onunla dəyişirəm və s. və ilə axır. Yəni normal obyektdə olsa, yəni bu variantlara baxa bilərik də. Siz təklif eləyin. Yəni avtomobillə barter olunur. 138 min cüzi də indirimimiz olacaq. Gedək otaqlarla tanış olaq. Gəl. 8 otaqlıdır.
otaqlarla sizi tanış edəcəm və balkondan sizə panoramanı göstərəcəm. Gəl, ehtiyatlı ol pilləkənlə, pilləkənləri də ağlaydaşdır. Deməli, 3 mərtəbədir. Düzdür, aşağı qarajdır və s. və ilaxır, yəni oranı da otaq kimi istifadə edə bilərsiniz, köməkçi otaqlardır. Otaqlar hamısı genişdir, 1 qram nəmişlik burada yoxdur. At yalı, Abşeron rayonuna aiddir. Şamaxıllar, Qadoyalım, Ağsu cəmaatı, nə bilim, Göyçay, Tovuz, hamısı bu ərazini sevirlər də, Sulu Təpə, At yalı, buyurun, əla. Bu boyda ev 138 minə. Gəl. Deməli, belə, bura giriş hissəsidir. Gəl, giriş hissəsi. Mətbəxi, geniş mətbəxi, ev təmiridir. Pul qoymayasınız. İndi ola bilər, nəyisə dəyişməksə, taxta poldur, pilləkəni fıstıq ağacındandır, gəl. Birinci mərtəbəyə baxaq. Xolunu çək göstər. Gəl bura. Yəni əşyalı satılır. Demək olar ki, 50% əşyalar qalacaq. İnternet xətti var idi. Qonaq otağımız, geniş qonaq otağımızdır. Sonra. Bura əslində, bax, belə bir balaca otaqdır. Bu otaqdan belə deyək də, yəni paltaryan qoyublar, belə istifadə edir. Bu qardirob zad, bu nəsə eləyir, bu kravat qoyub istifadə edə bilər. Hamam tualetləri. Geniş ölçüdə hamamı. Görün nə boydadır hamamı. Qiymət, yəni bura uyğun, yaxşı seçilibdir. Yəni şişmə qiymətləri, timbolləri, abmeni də var. Burada ayaq yolsudur. Deməli, bura baxdıq, 2 otağına baxdıq. Bu otağa baxaq, bu yataq otağına baxaq. Bax, belə. Qalxaq 3-cü mərtəbəyə, buyur. İstimə sistemimiz kombidir, radiatorlardır, isti pul yoxdur ya, yəni. Və 4 dənə yataq otağımız. Hamısı da geniş, bilmirəm haradan başlayaq. Gəl başlayaq, buraya bax bu otaqdan. Bu yataq otağıdır, mebel zat, mebel hamısı var. Hə, gəl bir dənə sizə Ceyranbatan görürük. Gəl bura, balkondan. Ceyranbatan Gölü. Bir dəqiqə. Yaxınlaşdıraq. Bax, görürsünüz Ceyranbatan Gölü. Hə. Ərazi budur da, bax, çək görsət. Yəni, nə varsa göz qabağındadır. Bağ ev kimi istifadə edə bilərsiniz. Şənbə, bazar və s. və ilaxır. Gəl. Deməli, bura baxdıq. Bu ikinci yataq otağıdır. Bu otağında gördüyünüz kimi hamısı bax, aboylar hamısı təmizdir. Bir dənə nəmişliyi yoxdur. Bu 2. Bu 3. Jetski. 3-cü otaq. Burada səliqəlidir. 4-cü yataq otağı. 4. Bir də bir şey görsədim sizə. Bax, 4 yataq otağı. Bura da otaqdır da. Yəni, buranı da yataq otağı kimi istifadə eləsiniz, 5 otaq eləyir. 5 yataq, 5, 3 aşağı, 8 otaq. 2 pəncərəsi var gördüyünüz kimi bu otağın. Və birinci mərtəbədə necə hamam tualeti yox idi. Burada da həmən qaydada, həmən ölçüdə, həmən təmiri, ikisində də duş kabin var idi. Birdə də 2-də də. Və bu da ayaq yolsudur. Onunla da təqdimatımız yekunlaşdı. Zəng eləyin mənə. Gəlin, baxın. Xoşunuza gəldisə, alın. Variant